Dəqiq və etibarlı xəbər qaynağınız ASTV xəbərin saat 14-də olan buraxılışını təqdim edirik. Studiyada sizi mən Lalə Məmmədova salamlayıram. Hər vaxtınız xeyir. Anonslar. Prezident İlham Əliyevin tapşırığı ilə İrana göndərilən humanitar yardım karvanı sərhədi keçdi. 200-ə yaxın Azərbaycan vətəndaşı Omandan Azalın xüsusi reysi ilə Bakıya təxliyə edildi. Yaxın Şərqdə neft müəssisələrinə hücumlar regionda ekoloji fəsadlar yarada bilər. BMT həyəcan təbili çaldı. Mühüm infrastruktur obyektlərinə ziyanın qarşısını almaq üçün bütün mümkün tədbirlər görülməlidir. Azərbaycan nefti kəskin bahalaşdı. Azərilaytın bir barelinin qiyməti $103 ötdü. Prezident İlham Əliyevin tapşırığı ilə İrana humanitar yardım göndərilib. Humanitar yardım Astara dövlət sərhədi buraxılış məntəqəsindən keçib. Əməkdaşımız Kamil Eldaroğlu prosesi izləyib. Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycandan İrana göndərilən humanitar yük karvanı artıq Astaraya çatıb. Astara dövlət sərhəd buraxılış məntəqəsindən hazırda Fövqəladə Hallar Nazirliyinə məxsus yük karvanının keçidini izləyirik və bu yük karvanı Astaradan keçməklə İranda təyinat nöqtəsinə göndəriləcək. Ümumi olaraq qeyd etmək lazımdır ki, məhz Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan arasında martın 8-də baş tutan telefon danışığı nəticəsində qonşu və dost İran xalqının hazırki ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınır və Prezidentin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri İran İslam Respublikasına yola düşmək üzrədirlər və onlar indi Astara sərhəd buraxılış məntəqəsindən müvafiq prosedur qaydaları yerinə yetirildikdən sonra İran istiqamətinə keçəcəklər. Ümumilikdə humanitar yardımda 10 tonun 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kiloqrama yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir. Bir məsələyə xüsusi olaraq diqqət çəkmək lazımdır ki, bəli, Azərbaycan öz humanist mövqeyini ən çətin vəziyyətlərdə belə qonşularına göstərməkdədir. Çünki çətin anlarda humanizm bəyanatlarla yox, real addımlarla ölçülür və bugün Astara sərhədində gördüyümüz bu mənzərə də məhz bunun əyani göstəricisidir. Hazırda Fövqəladə Hallar Nazirliyinə məxsus humanitar yük karvanının avtomobilləri ixrac gömrük nəzarət xəttindədir və təbii ki, buradan indi onların İran istiqamətinə keçidi reallaşacaq. Ümumi fevralın 28-dən bu günə qədər İranda baş verən hadisələr fonunda yekun mənzəriyə, yəni xronologiya nəzər salsaq, Azərbaycan eyni zamanda təxliyə prosesində də öz humanist mövqeyini hər zaman ortaya qoyub və bugün bu proses də olduqca uğurla davam etdirilir. Rəqəmlərə baxsaq, məsələn, fevralın 28-dən bu günədək artıq 2100 nəfərdən çox insanın Astara dövlət sərhəd buraxılış məntəqəsindən təxliyəsi reallaşdı və hələ də bu proses davam etməkdədir. Eyni zamanda təxliyə prosesi gün ərzində dayanmadan operativ və təhlükəsiz formada həyata keçirilir ki, Azərbaycan hökuməti bu missiyanda uğurla yerinə yetirir. Azərbaycan bugün regionun, bəli, təhlükəsiz keçid nöqtəsinə çevrilib. Bugün Azərbaycanın atdığı addımlar humanistliyin ən bariz göstəricilərindən biri kimi xarakterizə olunur. Nəzərə alsaq ki, təxliyə olunanlardan 360-dan çoxu Azərbaycan vətəndaşı olsa da, yerdə qalanları 70-ə yaxın ölkənin diplomatik korpusunun nümayəndələri, eyni zamanda onların vətəndaşlarıdır. Və Azərbaycan bu humanizm prinsiplərinə öz əməli ilə sadiqliyini göstərir. Xüsusilə sərhəd buraxılış məntəqəsində bütün dövlət qurumları gücləndirilmiş iş rejimində prosesin operativ və təhlükəsiz formada reallaşmasını həyata keçirir. Azərbaycan, mən deyərdim, bəlkə də İranda baş verən hadisələr fonunda ilk ölkədir ki, məhz İrana humanitar yardım eləyir. Bunun da anlamı böyükdür. Azərbaycan hər zaman qonşu dövlətlərə, dost dövlətlərə, ümumiyyətlə dünyanın müxtəlif yerlərində olan və problemlərlə qarşılaşan və ehtiyacı olan ölkələrə hər zaman öz humanist mövqeyini göstərib, öz humanist dəstəyini göstərib.
Bəli, elə əməkdaşımızın da qeyd etdiyi kimi fevralın 28-i saat 8:00-dan martın 10-u saat 10-adək İranla Azərbaycana 69 ölkədən ümumilikdə 2100-dən çox insan təxliyə edilib. Onların 365-i Azərbaycan vətəndaşıdır. Təxliyə olunanlar bütün zəruri prosedurlardan keçdikdən sonra sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar. Proses müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. İrandan bura çox təhlükəsiz şəkildə gəldim. Təxliyə prosesi çox yüksək səviyyədə də təşkil edilib. Bugün səhər çox sürətli şəkildə təxliyə edildim. Həmçinin bu proses olduqca təhlükəsiz və yaxşı idi. Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Musqat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib. Təfərrüatları birbaşa bağlantıda olan əməkdaşımız Natiq Çıraqzadədən eşidəcək. Natiq, efirdəsiz. Buyurun. Yaxın Şərqdə baş verən hadisələr fonunda regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliyində qalan Azərbaycan vətəndaşlarının təxliyəsi istiqamətində uçuşlar davam edir. Belə ki, hazırda Birləşmiş Ərəb Əmirliyində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığı Musqat şəhərindən Bakıya növbəti təxliyə reysi icra olunub və Azalıq Musqat-Bakı marşrutu üzrə hərəkət edən Boeing 787 Dreamliner təyyarəsi bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edir. Bu kadrları sizə təqdim edirik. Omandan Azərbaycana Azalın xüsusi reysindən 195 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər Türkiyə vətəndaşı və 2 nəfər Azərbaycanda yaşayan, yaşayış icazəsi olan xarici ölkə vətəndaşları geri qayıdır. Orada qeyd edelim ki, bu proses çərçivəsində Azal milli aviadaşıyıcı olaraq təxliyənin təhlükəsiz şəkildə həyata keçirilməsi istiqamətində tədbirlərini gördüyünü də açıqlamışdır. Bizim hələlik buradan çatdıracaqlarımız bu qədərdir. Söz təkrar xəbər mərkəzindədir. Təşəkkür edirəm sizə Natiq məlumatlarınız üçün. Bir də xatırladaq ki, daha 200 Azərbaycan vətəndaşı Azalın xüsusi reysi ilə Yaxın Şərqdən vətənə təxliyə edilib. BMT Yaxın Şərqdə gərgin vəziyyətlə bağlı xəbərdarlıq edib. Qurumun sözçüsü xüsusilə mülki əhali arasındakı itkilərin və mühüm infrastruktur obyektlərinin vurulmasının ciddi narahatlıq doğurduğunu bildirib. Biz Yaxın Şərqin bəzi ərazilərində mülki şəxslər arasında itkilərin artmasına, mülki infrastruktura ziyan dəyməsinə və məcburi köçkünlərin artmasına səbəb olan zorakılığın humanitar fəsadları ilə bağlı həyəcan təbili çalırıq. Bizi xüsusilə neft müəssisələrinə son hücumlarla bağlı xəbərlər narahat edir. Bu, bütün regionda ekologiyada ciddi fəsadlara yol aça bilər. Biz bir daha təkrar edirik ki, mülki əhalini hərbi əməliyyatların təsirindən qorumaq və səhiyyə müəssisələri, məktəblər, su təchizatı sistemləri və digər mühüm infrastruktur obyektlərinə ziyanın qarşısını almaq üçün bütün mümkün tədbirlər görülməlidir. İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ prezidenti Donald Trump'ın İranda hərbi əməliyyatın tezliklə başa çatacağı barədə sözlərinə kəskin reaksiya verib. Müharibənin nə vaxt bitəcəyinə məhz biz qərar veririk. Döyüş meydanındakı şərtlər və müharibənin sonu İran İslam Respublikasının əlindədir deyə Sepahın Tasnim agentliyi vasitəsilə yayılan bəyanatında bildirilib. Bu arada İranın Xarici İşlər Naziri Abbas Əraqçı Tehranla Vaşinqton arasında danışıqların bərpası məsələsinə münasibət bildirib. PBS telekanalının açıqlamasında Xarici Siyasət İdarəsinin rəhbəri İrana hücumların diplomatik prosesə xələl gətirdiyini bildirib. Danışıqların 3 raundu keçirildi. Bildiyiniz kimi, danışıqlarda iştirak edən Amerika nümayəndə heyəti özü də böyük irəliləyiş əldə olunduğunu bildirmişdi. Bununla belə, onlar bizə hücum etməyi qərarı aldılar. Ona görə də Amerikalılarla danışıqların bundan sonra bizim gündəliyimizdə olacağını düşünmürəm. İran Bəhreynə yenidən hava zərbəsi endirib. Paytaxt Manamaya hücum tələfata səbəb olub. Zərbələr nəticəsində 1 nəfər həlak olub, 8 nəfər xəsarət alıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
İsrail ordusunun Livana hava zərbələri davam edir. Ölkənin cənubu növbəti dəfə intensiv hava zərbələrinə məruz qalıb. Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən ötən gün avia zərbələr nəticəsində 28 nəfər həlak olub, 80 sakin xəsarət alıb. Tələfat sayının artacağı istisna edilmir. Xatırladaq ki, martın ikisindən indiyədək Livanda qadın və uşaqlar da daxil olmaqla 486 nəfər həlak olub, 1313 nəfər xəsarət alıb. Rusiyanın hərbi qüvvələri Ukraynanın bir neçə şəhərinə hava zərbələri endirib. Dnepr şəhərinə dron hücumu nəticəsində 10 nəfər yaralanıb. Onların arasında 12 yaşlı uşaq da var. Partlayış dalğası çoxmərtəbəli binaya və bank binasına ziyan vurub, deyə yerli icra orqanlarından bildirilib. Xarkov şəhərinə də dron zərbəsi endirilib. Biri uşaq olmaqla 8 nəfər xəsarət alıb. Sənaye zonası və yaşayış məhəlləsinə ciddi ziyan dəyib. 2 avtomobil yanıb, çoxmərtəbəli binaların pəncərələri sınıb. Argentinada əmək qanunvericiliyinə edilən islahatlara qarşı nümayişlər davam edir. Konqresin bir müddət əvvəl qəbul etdiyi qanun layihəsi ilə razılaşmayan minlərlə adam paytaxt Buenos Airesdə aksiya keçirib. Nümayiş iştirakçılarının böyük əksəriyyəti qadınlar olub. Onlar islahatların işçilərin, xüsusilə qadınların hüquqlarını pozduğunu bildiriblər. Əmək qanunvericiliyində islahatlar arasında ən çox narazılıq doğuran məqamlar iş saatlarının artırılması, işə qəbul qaydalarının dəyişdirilməsi ilə bağlıdır. Türkiyənin Neğdə şəhərində çoxmərtəbəli yaşayış binasında məişət qazının sızması partlayışa səbəb olub. Hadisə nəticəsində 16 nəfər xəsarət alıb. Partlayış 14 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb. Binaya ciddi ziyan dəyib. Əraziyə polis, yanğın söndürmə, təcili yardım və qaz xidmətinin əməkdaşları cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Sakinlər təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Dünya bazarlarında Azərbaycan nefti kəskin bahalaşıb. Azərlight markalı neftin bir bareli olan qiyməti $8.41, yəni 8,9% artaraq $103.03 bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti $94.62 təşkil edib. Xatırladaq ki, Azərbaycanın bu ilki dövlət büdcəsində Azərlightın bir barelinin orta qiyməti $65 hesablanıb. Qubada narkotik vasitələri qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Polisin keçirdiyi tədbirlərlə əvvəllər məhkum olmuş 28 yaşlı Samir İslamovun evindən 3 kiloqram 260 qram marihuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Samir İslamovun barəsində həbs qəti imkan tədbiri seçilib. Lerikdə isə 20 kiloqram narkotik vasitə aşkarlanıb. Polisin keçirdiyi əməliyyatla 32 yaşlı Qələmşah Qədimov saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində əldə etdiyi narkotik vasitəni deyiləcək ünvanlara çatdırmaq barədə İran vətəndaşı ilə anlaşdığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib. Ağsu rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb. O, özünü zərər çəkmişlərə dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib. Əvvəlcədən ödəniş müqabilində sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla 8.000 manatdan çox pul əldə edib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Dəm qazı daha bir nəfərin ölümünə səbəb olub. Hadisə Şəki rayonunun Çələbixan qəsəbəsində baş verib. 47 yaşlı Kəmalə Quliyeva yaşadığı evdə dəm qazından boğularaq həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Buraxılış və qəbul imtahanlarının məzmunu qüvvədə olan təhsil proqramı və dərsliklər əsasında hazırlanır. Dövlət İmtahan Mərkəzindən bununla bağlı bildirilib ki, imtahanlarda iştirakçıların hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün test bloklarında asan, orta və çətin suallardan istifadə olunur. İmtahanın çətin və ya asan olması nisbi məsələdir və sosial şəbəkələrdə səsləndirilən fikirlərlə müəyyən edilmir. Nəticələr elan olunduqdan sonra imtahanın statistik göstəriciləri ictimaiyyətə təqdim edilir. İmtahanlardan dərhal sonra bütün tapşırıqlar və onların izahı da mərkəzin saytında və sosial şəbəkə hesablarında yerləşdirilir. Bugün yel çərşənbəsidir. İlaxır çərşənbələrin üçüncüsü. Xalq arasında külək oyadan çərşənbə, küləkli çərşənbə də deyilir adına. Digər çərşənbələr kimi yel çərşənbəsi də ölkəmizdə geniş qeyd olunur. Onun da özünə məxsus adətləri var və bu adətlər Qubanın Alpan kəndində də yaşadılır. Qədim Alpan kəndi bayram əhval-ruhiyyəsindədir. Kənddə yel çərşənbəsi əsrlər boyu yaşadılan adət ənənələrə uyğun şəkildə qeyd edilir. Hər həyətdə sac qoyulub, qovurğa qovrulur. Bu adət yazın bolluq və bərəkət gətirməsinə işarədir. Yel çərşənbəsində buğdanı təmizləyirik, yelə veririk, sonra qovurğa qoruruq. Uşaqlar sevinir, oynayır, şənlik eləyirlər. Çalışırıq ki, biz qədim adətləri yeni nesilə öyrətək. Qorğa qovurmanı, hər işi, hamısını uşaqlar sevə-sevə etsinlər, yeni nesillərə onlar da ötürsünlər. Yel çərşənbəsi həm də bağlara qulluq günü hesab olunur. Ağaclar budanır, quru budaqları mütləq kəsilir, dibi də yumşaldılır. Eləcə də yeni arxlar çəkilir, köhnələr təmizlənir. İnsanlar başa düşürlər ki, bu torpağın uyanışı varsa, deməli, biz neyəsə nail olmaqdan duruyor. Hansısa bərəkətini, hansısa bir gəliri əldə eləmək üçün biz ətraf mühitə xidmət eləməliyik. Bu nöqtəyə nəzərdən, deməli, biz bağlarda, əkin sahələrində bu işləri görürük. Digər çərşənbələrdə olduğu kimi bu dəfə də tonqal qalanır, sakinlər ətrafına toplaşır, üzərindən tullanırlar. Qışın yatırdığı torpağın hərəkətə gəlməsi üçün can lazımdır. Bu canı da bu torpağa verən yel çərşənbəsidir. Yel çərşənbəsinə oyadan çərşənbə, yer çərşənbəsinə küləkli çərşənbə deyirlər. Bəli, yer çərşənbəsində olan küləklər həqiqətən torpağı cana gətirir. Cücərməkdə olan otlar, çiçəklər baş qaldırır. Qubanın Alpan kəndində yel çərşənbəsi illərdir bax bu cür qeyd olunur. Bu adətlər təkcə bayram ənənələri deyil, eyni zamanda gələcək nəsillərə ötürülən milli dəyərlərin yaşadılmasıdır. Alpan kəndində ilaxır torpaq çərşənbəsinə də hazırlıq görülür. Sonuncu çərşənbə ölkəmizdə martın 17-sində qeyd olunacaq. Rauf Əhmədov, Elçin Qurbanov, Rəşidə Zülfüqarova, ASTV xəbər. Bu arada Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələri ilə əlaqədar əhalini yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırıb. Bildirilib ki, kütləvi maarifləndirmə işlərinə baxmayaraq bəzi hallarda tonqal qalayarkən təhlükəsizlik qaydaları pozulur və bu da arzu olunmaz nəticələrə səbəb olur. Qeyd olunub ki, əvvəlki ot çərşənbəsi zamanı tonqalla bağlı Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən 10 yanğın hadisəsinə çıxış qeydə alınıb. Nazirlik bir daha vətəndaşları tonqal qalayarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Və sonda hava haqqında sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinlik yağış yağacağı ehtimal olunur. Havanın temperaturu 7-11 dərəcə isti təşkil edəcək. Rayonlarda bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu 7-12 dərəcə isti təşkil edəcək. Bu saata bu qədər. Hadisələrin inkişafı ASTV xəbərin növbəti 16 buraxılışında nəzərdən qaçırmayın. Özünüzü qoruyun. Görüşərik.